Salam, hər vaxtınız xeyir olsun. Deməli, bugün 1 yanvar 2026-cı il. Birliyimizin bütün üzvlərini, rayon şəhər təşkilat sədrlərini və idarə heyətinin üzvlərini yeni gün, yeni il, yeni ilin ilk günü münasibətilə təbrik edirəm. Uzun mənalı ömür, can sağlığı arzu edirəm. 2025-ci ildə təşkilatlarımız bir çox işlər görmüş, bir çox tədbirlərdə iştirak etmiş. 2026-cı ilə qədəm qoyduğumuz bu ilk gündən 2026-cı il üçün nəzərdə tutduğumuz işləri və nəzərdə tutulmayan işləri bacardığımız qədər yüksək səviyyədə, yüksək intellektual qaydada həyata keçirməyi arzu edirəm. Birliyimizin ümumi təşkilatı, mətbuat xidməti, məlumat mərkəzi və digər şöbələri uğurla fəaliyyət göstərir. Rayon şəhər təşkilatlarımız da artıq yeni ildən yeni həvəslə, yeni güclə işə başlayacaq. Hər birinizə 2026-cı ildə uğurlar, can sağlığı arzu edirəm. 2026-cı il at ili adlanır. At, it, pələng, bunlar vəfalı insanlardılar, heyvanlardılar daha doğrusu və bu ad altında dünyaya gələnlər isə uğurlu, xoşbəxt, bacarıqlı insanlar olurlar. Bir sözlə 2026-cı il hər biriniz üçün düşərli olsun, uğurlu olsun, hər birinizə xoşbəxt günlər arzu edirəm. Sağ olun.